Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve huve hayrun nasirin ve ma'in. Rabbi şrahli sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz tələbələr, əziz möminlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi biz Nəhcül Bəlağədə ikinci xutbəni oxuyurduq və gəldik, yetişdik incəliklərdən bu yerə ki, Həzrət Əmir əl-Möminin cahilliyyət dövrünü vəsf eləyir ki, Peyğəmbər hansı bir şəraitdə, hansı bir mühitdə məbus oldu, seçildi və o cahilliyyət dövrünün o pis, belə deyim də, adətlərini, cahilliyyətlərini vəsf eləyir ki, belə bir cəmiyyəti Peyğəmbər təlim-tərbiyə elədi. Və Həzrət Əmir əl-Möminin vurğuladığı kəlamında buyurur ki, onların əqidələri batil idi. Düşüncələri tam kökündən batil idi. Ancaq xurafatlarla məşğul idilər. Yəni, xurafat, belə deyim də, batil inanclar, batil düşüncələr, xurafatlarla yanlış və bəzənsə çirkin, utandırıcı ənənələrin, faydasız işlərin, vəhşicəsinə davranışların məcmusunun göstəricisi olmuşdur. Yəni, ərəblər Peyğəmbərin məbus olduğu həmən o cəmiyyət belə bir inanca sahib idilər ki, onların əməlləri utanc verici idi. Utanc verici ənənələrə, adətlərə sahib idilər. Ancaq və ancaq faydasız işlərlə məşğul idilər. Vəhşicəsinə davranırdılar. İnsanlarla, yəni bir-birləri ilə insan kimi, insan əxlaqına bürünmüş gözəl bir rəftar sərgiləyə bilmirdilər. Ancaq aşağılayırdılar, əzirdilər, öldürürdülər, işgəncə verirdilər. Bu cür. Yəni, bunların ən vəhşi, ən qəddar ənənələrindən biri buydu ki, kiminsə qız uşağı olsaydı, mütləq onu diri-diri bastırmalıydılar. Təsəvvür eləyin, insan öz canından, qanından, genindən dünyaya gələn öz övladını necə diri-diri bastıra bilər? Onlar çünki qız uşaqlarını utanc bilirdilər, xəcalət bilirdilər. Peyğəmbər ona görə Peyğəmbərin gətirdiyi şəriət, Allahın qoyduğu sistem, Allahın o cəmiyyətə bəxş elədiyi gözəllik, ona görə insanı heyran eləyir ki, Peyğəmbər gəldi, onların diri-diri bastırdığı qız uşaqlarını onların əlindən aldı. Onlara insanlıq, mərhəmət, onlara ölmüş fitrətlərini qaytardı. Ölmüş ağıllarını, dəfn olunmuş ağıllarını yenidən onlara Peyğəmbər təqdim elədi ki, siz əslində ağlınızın, fitrətinizin, öz insani keyfiyyətlərinizin ziddinə addım atırsınız. Siz ağlınızı həlak eləmişsiniz, fitrətinizi həlak eləmişsiniz. Peyğəmbər bunları belə bir, belə deyim də, rüsva edici bir, xəcalət verici bir əxlaqdan çıxardı. Və onlar özləri öz əlləri ilə düzəltmiş, icad eləmiş taxtadan düzəltdikləri bütlərə sitayiş eləyirdilər, ibadət eləyirdilər. Peyğəmbər gəldi, onları ayıltdı ki, bu şüursuz varlıqları Allah dərgahında özünüz üçün pərəstiş və şəfaətçi qərar verirsiniz.
Yəni bunların heç bir bacarığı, heç bir qüdrəti yoxdur. Bir Allah dediyiniz, ilah dediyinizi öz əlinizlə düzəltmisiniz. Bu necə sitayişə, ibadətə layiq ola bilər? Və yeganə peyğəmbərdir ki, çünki bütün peyğəmbərlərin istəyi, hədəfi onun varlığı ilə gerçəkləşdi. Onun əzəmətli əxlaqı ilə dünya, bəşəriyyət, ağıllar, fitrətlər həyat tapdı. Fəal oldu, işə düşdü. O peyğəmbərin əzəmətli əxlaqı ilə. Hətta qəribədir ki, burada qeyd eləyir, ərəblər ki, qız uşaqlarını diri-diri bastırırdılar, onlar bu işi öz namuslarının müdafiəsi bilirdilər. Adam çox qəribə bir his keçirdir ki, insan nə qədər belə bir cahilliyyətə, xurafata, batil bir inanca sahib ola ki, öz övladını, qız övladını diri-diri bastırmağı hətta bu cür qələmə ala ki, nə bilim, bu cür qeyd eləyək ki, bu mənim üçün qeyrət rəmzidir. Mən qeyrətimi müdafiə eləmişəm. Çünki onlar elə bilirdi ki, elə anlayırdılar ki, qız uşağı dünyaya gəldi, onu öldürməsən, bu sənin üçün bir qeyrətsizlik rəmzidir. Bu qədər batil bir, puç bir inanca sahib idilər. Təsəvvür eləyin, belə bir cəmiyyətə peyğəmbər nazil oldu. İndi məbus oldu. Görün, peyğəmbər təsəvvür eləyin, nə qədər əzab-əziyyət çəkib bunların düşüncəsini, əqidəsini, batil inanclarını düzəltmək üçün. Yəni, o qədər cahil idilər. Hətta bu əzəmətli peyğəmbər gəlirdi məscidə, o ərəblər gəlirdi peyğəmbərin qarşısında məsciddə uzanırdılar. Əllərini qoyurdular başlarının arxasına, deyirdilər, o Allahının göndərdiyi nağıllardan danış, biz də qulaq asaq. Bu qədər cahil və əxlaqsız bir cəmiyyət idi. Amma peyğəmbər onları Allahın vəhyi ilə, Allahın göndərdiyi kitabla, öz əzəmətli əxlaqı ilə onları öz fitrətlərinə, öz ağıllarına qaytardı. Onları heyvanlıqdan insanlığa tərəf çəkdi. Onların öz insani keyfiyyətlərini onlara təqdim elədi. Bəli. Və bu ərəblər bu qədər törətdiyi cinayətlərdən heç də narahat deyil idilər. Narahat olmuyor. Əksinə bu işləri özlərinə fəxr bilirdilər və öz ailələrinin müsbət cəhətlərindən hesab eləyirdilər bu işləri. Özlərinə fəzilət bilirdilər. Baxın, onların, ərəblərin dua və ibadət mərasimi Kəbə evinin ətrafında yerinə yetirilirdi və onların dua və ibadətləri necə olurdu Kəbə evinin ətrafında? Məsələn, əl çalmaq, fit çalmaq və hətta qadınları tam çılpaq şəkildə Allah evinin ətrafında dolanırdılar və bu işlərini də ibadət hesab eləyirdilər. Bu işlərini də ibadət hesab eləyirdilər. Savaş, müharibə, qan tökmək, qarət etmək, bu işləri özlərinə iftixar bilirdilər. Zülmü, cinayəti, qan tökməyi özlərinə iftixar bilirdilər.
bugünkü dünyada bu qədər ki, müsəlman qanı tökülür, müsəlmanlara əziyyət eləyirlər. Nahaq yerə o məzlumların, o kimsəsizlərin qanını axıdırlar. Nəyə görə? Həmən o özlərində olan hegemonluğa görə, egoya görə, təkəbbürlüyə görə. Yəni, həmən əqidənin, həmən düşüncənin sahibləridir. Ki, onlar özlərindən başqa kimisə görə bilmirlər, görmək istəmirlər. Buna görə işgəncəni, əziyyəti, qan tökməyi özlərinə iftixar bilirlər. Və hətta ərəb cahiliyyətinin bir məsələlərindən də biri budur ki, qadınlar onlar üçün ən dəyərsiz bir şeyə çevrilmişdi. Yəni, ən dəyərsiz bir mal kimi istifadə olunurdu. Yəni, qadın onlar üçün o qədər dəyərsiz idi ki, əslində qadının söz deməsi, qadının fikir bildirməsi böyük bir cinayət hesab olunurdu. Əslində, qadının Peyğəmbərdən öncə ərəb cəmiyyətində heç bir nüfuzu, heç bir ehtiramı, hörməti olmayıb. Qadın ən dəyərsiz, ən hörmətsiz bir şey olub bunlar üçün. Amma əziz Peyğəmbərimiz, onun həyatı, onun həyatında baş verən ən əzəmətli hadisə ki, əziz Peyğəmbərimizin oğulları dünyaya gəlir və bir-bir onlar dünyasını dəyişir. Allahın bir hədəfi, bir istəyi var ki, o həmən cahil cəmiyyətə Allah bir Kəvsər verməlidir. Bir Fatimə verməlidir ki, Allah o xanımın əzəməti ilə, onun varlığı ilə bütün qadınlar, xanımlar dəyər tapmalıdır. Bütün o cəmiyyətdə olan qadınlara törədilən hörmətsizliklər, təhqirlər, onlara qarşı olunan bütün cinayətlər Həzrəti Fatimə salamullahi əleyhanın varlığı ilə qarşısı alınmalıdır. Onlar Həzrəti Fatimə ilə dəyər qiymət tapmalıdır. Ona görə əziz Peyğəmbərimizin varlığı və ona bəxş olunan o əzəmətli varlıq, Kəvsər ki, Allah özü buyurur, İnnə ə'teynəkəl Kəvsər. Həqiqətən biz sənə Kəvsər bəxş elədik. Fəsalli li rabbikə vənhər. Namaz qıl, dua elə bu sənə bəxş olunan neymət üçün. İnnə şəniəkə huvəl əbtər. Həqiqətən sənə sonsuz deyənlərin özləri sonsuzdur. Biz sənə Kəvsər verdik, Kəvsər bəxş elədik. Ərəblər kimə qız uşağı verilsəydi, yəni kimin qız uşağı olsaydı, nəyə qız uşağı gəlsəydi, o özünü ən alçaq, ən dəyərsiz hesab eləyərdi. Özünü sonsuz. Bəzən deyirək, sən sonsuzsan. Cəhalətdən doğan bir şeydir. Elə övladla hər şey ölçülüb biçilmiş. Hər şey o deyil. Peyğəmbərə sonsuz deyirdilər. Əbtər deyirdilər. Deyirdilər, sənin nəslin yoxdur, nəslin davam eləmir. Amma Allah Peyğəmbərə elə bir xanım, qız uşağı Həzrəti Fatiməni əta elədi ki, o Fatimənin varlığı ilə
əziz Peyğəmbərimizin və Əhl-i Beytin varlığı hiss olundu. O xanımın əzəməti ilə. Bəli. Və mələkləri Allahın qızları hesab edirdilər. Amma bir halda ki, özləri deyirdilər ki, qızların dünyaya gəlişini öz ailələri üçün utanc hesab edirdilər. Ki, və yəcəlunə lilləhil bənəti subhanəhu və ləhum mə yəştəhun. Onlar Allaha qızlar isnad edirlər. Mələklər Allahın qızlarıdır deyirlər. Amma bir halda ki, Allah pakdır, müqəddəsdir. Onun oğula, qıza ehtiyacı yoxdur. Özlərinə gəldikdə isə istədiklərini, yəni oğlan uşaqlarını Allaha nisbət verirdilər. Yəni belə bir mənada da oğlan uşaqlarına özlərinə iftixar bilib bir mənada özlərini istinad edirdilər ki, bu iftixar, bu izzət yeridir. Ki, əm xələqnəl mələikətə inəsən və hum şahidun. Yoxsa biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar. Onların qəribə məfhum hökmləri var idi. Misal üçün, deyirdilər ki, heyvanlarımızın qarnında olan bala kişilərin payına düşür və qadınlara haramdır. Amma əgər ölü doğulsa, hər ikisi onda şərikdir. Həm qadın, həm kişi. Öz qadınlarından, həyat yoldaşlarından incidikdə, onu çox əsəbləşdirmək istədikdə zihar edirdilər. Zihar yəni nə? Belə deyim də, özlərinə qadağan edirdilər. Nə mənada? Zihar yəni öz məhrəmləri bilirdilər. Yəni öz ana bacıları bilirdilər. Yəni deyirdilər ki, sən mənim üçün anam kimisən, həyat yoldaşlarına. Görün, nə qədər bunlar, belə deyim də, insanlıq vadisindən çıxmış bir vəhşi olublar. Ki, məsələn, deyirdilər ki, sən mənə öz həyat yoldaşdan, sən mənə anam bacım kimisən. Və onların fikrincə bu cümlə təlaq hökmündə belə deyim də, təlaq hökmünü daşıyırdı ki, yəni artıq mən sənə yaxınlaşmayacam. Sən mənə haramsın. Və cahilliyyətin ağırlıq xüsusiyyətlərindən biri də geniş müharibələr olub, qan tökmək və kin saxlamaq xisləti. Bu xislət atalarından övladlarına irs olaraq keçib. Bu acınacaqlı vəziyyəti Quran özü bəyan edir ki, oddan olan bir uçurumun kənarı deyə qeyd edilir. Hamılıqla Allahın ipinə, dininə, Qurana möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən, o sizin qəlblərinizi İslam ilə birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz də oddan olan bir uçurumun kənarında ikən, o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız. Və bu hamısı söylənilən cahilliyyətdə, yəni ərəblərin batil inancı, cahil düşüncələri, xurafatları idi. Və digər məsələlərə də toxunmaq olar ki, onların batil əqidələrindən, gülünc etiqadlarından biri də budur ki, yağışın yağmasının xüsusi ulduzların doğuşu və qürubu ilə əlaqəsi, quşların düşərli olub-olmaması, qulyabaniyə inam və digər bir çox xurafatlar da
bunların əqidələrindəndir, inanclarındandır. Və Allah bu inancları, bu batil əqidələri açıq-aşkar azğınlıq bilir, zəlalət bilir. Ki Allah özü buyurur ki, huvəl-ləzi ba'asa fil ummiyinə rəsulən minhum yətlu aleyhim ayati. Biz onların içindən peyğəmbərlər, yəni burada əziz peyğəmbərimizə işarədir. Ümmi, yəni savadı olmayan bir peyğəmbər özlərindən göndərdik ki, neynəsin? Onlara Allahın ayələrini tilavət eləsin, oxusun. Və yüzəkkihim və yuallimuhumul kitab. Və onları təlim-tərbiyə eləsin, onlara elm öyrətsin, onlara kitabı və hikməti öyrətsin. Və inkanu min qabli fi zalalim mübin. Baxmayaraq ki, onlar o peyğəmbər nazil olmamışdan, endirilməmişdən, məbus olmamışdan, göndərilməmişdən qabaq, onlar açıq-aşkar zəlalətdə idilər. Açıq-aşkar. Və peyğəmbər gəldi, onları belə bir zəlalətdən, belə bir uçurumdan xilas elədi. Və sonda bir məsələni söyləmək istəyirəm. Bu da görkəmli qərb alimlərindən olan Thomas Carl, əziz peyğəmbərimizin əzəməti haqqında və İslamın, Qur'anın nə qədər əzəmətli bir kitab və ya göndərilən şəriətin nə qədər əzəmətli bir şəriət olmağına istinad eləyərək söyləyir ki, bu qədər söylənilən bu cahil ərəblər ki, bunların xurafatları, Allah belə bir cəmiyyətə kitab, şəriət, peyğəmbər göndərdi və buyurur ki, bu alim Thomas Carl buyurur ki, Allah ərəbləri İslam vasitəsilə qaranlıqlardan aydınlıqlara hidayət etdi. Onlar açıq-aşkar zülmətdə idilər, zəlalətdə idilər. Allah neynədi? İslam dininin vasitəsilə onları qaranlıqdan aydınlığa çıxartdı. Onları hidayət elədi. Nə səsi gələn, nə hərəkəti hiss olunan səssiz, səmirsiz, durğun milləti elə formalaşdırdı ki, naməlumluqdan məhşurluğa, süslükdən uyanışa, enişdən yoxuşa, acizlikdən bacarığa doğru sövq etdi. Belə ki, nurları dünyanın dörd bir yanından saçırdı. İslamın elan olunmasından bir əsrdən çox keçməmişdi ki, müsəlmanların bir ayağı Hindistanda, digər ayağı isə Əndəlüsdə idi. Nəhayət bu qısa müddət ərzində İslam dünyanın yarısına işıq saçdı. Bu kəlam həqiqətən öz həqiqətini əks etdirir ki, bu danışdığımız cahilliyyətin, o mühitin, o şəraitin zamanında peyğəmbərin məbus olunması, seçilməsi onlara yeni bir həyat qapısını üzlərinə açdı. Mən bu qədər kifayətlənirəm və inşallah növbəti dərsdə görüşmək ümidi ilə. Sağ olun, Allaha əmanət olun.